Salam dəyərli kanal izləyiciləri, dəyərli ibtidai sinif müəllimləri və valideynlər. Mən Tural müəllim bu günləri 17 may 4-cü sinif monitoring riyaziyyat A variantı suallarının izahını verəcəm. Videoya başlamamışdan əvvəl davamlı videolar üçün kanala abunə olmağı unutmayın. Həmçinin onlayn dərslərə qoşulmaq üçün 070 367 32 22 nömrəsinə WhatsApp-da yaza bilərsiniz. Həm 1-4-cü siniflər, həm də 5-8 təkmilləşmə, eləcə də 9-11 riyaziyyat dərslərinə, ilk sertifikasiya dərslərinə qoşulmaq üçün ekranda göstərilən nömrəyə WhatsApp-da yaza bilərsiniz. İndi isə keçək sualların izahına. Birinci sual. Bağça 2 hissəyə ayrılmışdır. Birinci hissədə hər sırada 24 ağac olmaqla 15 sıra, ikinci hissədə hər sırada 11 ağac olmaqla 30 sıra var. Bağçada cəmi neçə ağac var? Əvvəlcə 24-ü vururuq 15-ə, birinci sıranı tapırıq. 24-ü 15-ə vuranda, deməli, bu da edir 360 ağac. Ondan sonra isə ikinci sıranı tapırıq. İkinci sırada da 11-i vururuq 30-a, eləyir 330 ağac. Beləliklə, ümumilikdə nə qədər ağac olur? 360-dan da 330-u toplayanda eləyir 690 ağac. Beləliklə, düzgün cavab burada olacaq 690, yəni C variantı. Baxırıq növbəti 32-ci suala. Bir ədədi 3 dəfə artırıb üzərinə 5 əlavə etdikdə 20 alınır. Həmin ədəd neçədir? Deməli, biz ədədimizi x ilə işarə edirik və 3 dəfə artıranda olur 3 vuraq x və üzərinə 5 əlavə etdikdə olur 20. Bu tənliyi həll edirik. 3x bərabər olur. Sağdan sola keçirəndə 20-dən 5-i çıxırıq. 15 qalır. Ondan sonra isə 15-i 5-ə böləndə x-in qiyməti 5 olur. Yəni, düzgün cavab olacaq 5, D variantı. Keçirik növbəti 33-cü suala baxırıq. 33-cü sualda birinci bağlamada 3, digərində isə bundan 2 dəfə çox yağ paketi var. Birinci yağ paketinin kütləsi 200 qram olarsa, 2 bağlamada birlikdə cəmi neçə qram yağ olar? Deməli, burada nə edirik? Birinci bağlamada 3, digərində 2 dəfə çox yağ paketi var. Birinci bağlamanı 3 verib, digərində 2 dəfə çox yağ paketi varsa 3-ü 2-yə vurarıq. Burada ifadə kimi deyir, yəni vurarıq 2, vuraq 3 və ikisində birlikdə 200 qram, bir yağ paketinin kütləsi 200 qram olarsa, alınan ifadəni 200-ə vurarıq. Birincidə 3 yağ paketi var, ikincidə bundan 2 dəfə çox, yəni 2 vuraq 3 sayda. O da C variantında verilibdir. Keçirik növbəti 34-cü suala. Elemin bucağının tərəflərinin ayrıldığı rənglənmiş isə dairənin 5də 1 hissəsidir. Elemin bucağının dərəcə ölçüsü nə qədərdir? Tam dairə 360 dərəcə olur, tam bucaq. 360-ın deməli 5də 1 hissəsini tapırıq. Yəni 360-ı 5-ə bölüb 1-ə vururuq. O da edir 72 dərəcə. Beləliklə, rənglənmiş isə 72 dərəcə olar. Düzgün cavab olacaq A variantı. Keçirik növbəti 35-ci suala baxırıq. Radiusları eyni olan B və D mərkəzli çevrələr şəkildə kimi C mərkəzli çevrənin daxilinə çəkmişdir. Buna görə aşağıdakılardan hansı yanlışdır? Gəlin biz burada radiuslarımızı göstərək. Burada radiuslar və bilirik ki, diametr radiusun kimisinə bərabərdir. İndi A variantını yoxlayaq. Bizdən səhvi istəyir. AC bərabərdir 2D'yə. Gördüyümüz kimi AC burada diametrdir və deməli, 2D'yə, yəni 2 radiusa bərabərdir. Bu doğrudur. Yəni, AC diametrdir. Yəni, diametr bərabər olur 2 radiusa. A doğrudur. Bizdən səhvi istəyir. Axırda səhv olan cavabı götürəcəyik. B variantında AB bərabərdir. S'yə verib. Bu kobud səhvdir. AB radiusdur. S'yə isə gördüyümüz kimi diametrdir. Mərkəzdən keçən düz xətdir. S'yə diametrdirsə və AB radiusdursa, onda bunlar bir-birinə bərabər ola bilməzlər. Elə düzgün cavab, yəni səhv olan cavab burada B variantı olacaq. Qalanlar yenə doğrudur. Məsələn, C variantında deyir, A-yə bərabərdir 2BD. Gördüyümüz kimi BD-lər 2 radiusa bərabərdir. A-yə də burada, deməli, BD 2 radiusa bərabərdir. Və A-yə tərəfinə də baxsaq, A-yə də bəli 2 radiusa bərabərdir. A-yə deməli 4 dənə radiusa bərabərdir. Fikir verin, A-yə bərabərdir. 4 dənə radiusa bərabərdir. İndi bizdən BD-yə baxırıq. BD də 2 radiusa bərabərdir və 2 radiusu da 2-yə vuranda 4 radius eləyir. Yəni bir-birlərinə bərabər olurlar. Bu da doğrudur. Bizdən səhv istəyir. D variantında da A-yə deməli burada veribdir. Fikir verin. D variantına baxın. D variantında A-yə verib, deməli, 4 BS verib, BS 1 radiusdur. Bəli, A-yə də 4 dənə radiusa bərabərdir. 4-ü radiusa vuranda elə 4 radiusa, yəni A-yə bərabər olacaq. Bu da doğrudur. Səhv olan, deməli, B variantıdır. Keçirik 36-cı suala. 10 minliklərə qədər yuvarlaqlaşda 110 min alınan ədəd hansıdır? A variantındakı ədədin 10 minliyinə baxaq. A variantındakı ədədin 10 minliyi 1-dir və onun sağında 8 olduğu üçün
Bunu bir vahid artırıb 120 min eləyəcək. Yəni A variantı səhvdir. B variantını yoxlasaq, B variantında deməli burada sağındakı rəqəm 4-dür. Bunu olduğu kimi saxlayar. Yəni 100 min eləyəcək. Ona görə bu da səhvdir. C variantına baxsaq, deməli C variantında burada əgər biz ayırsaq, bu bir vahid artacaq, olacaq 120 min. Yəni bu da səhv variantdır. Və nəhayət D variantına baxanda D variantı burada bir vahid artıranda olur 110 min olur. Yəni D variantı doğru cavabdır. O bir vahid artır. Sağındakı rəqəm 9 olduğu üçün qalan rəqəmlərdə 0 olur. Yəni rəqəm əgər 4-dən yuxarıdırsa, ədəd bir vahid artır. 37 tənliyi həll eləyəcəyik. Bu tənliyi həlləmək üçün tənliyi bərabərsizliyin sağ tərəfini əvvəlcə hesablayaq. 360-dan 540-ı toplayanda 900 edir. X-in də qiymətini tapmaq üçün 8100-ü 900-ə böləcəyik. X-in qiyməti 9 eləyəcək. Yəni B variantı doğru cavab sayılır. Keçirik 38-ci suala baxırıq. Bir yük maşını 3 saat ərzində müəyyən qədər yol gedir. Növbəti 3 saat ərzində yük maşınının sürətini 2 dəfə artırır. Bu zaman yük maşınının getdiyi yol əvvəlkinin 3 saat getdiyi yolla müqayisədə necədir? Yadda saxlayırıq ki, sürət artanda gedilən yol da artır. Yəni sürətlə yol düz mütənasibdir. Sürət artanda zamanda, deməli sürət artanda gedilən yol artır. Sürət zamanla tərs mütənasibdir. Sürətlə zaman tərs mütənasibdir. Yəni bu nə deməkdir? Sürət artanda gedilən yol artır, sürət azalanda yol azalır. Amma zaman isə əksinədir. Sürət artanda zaman qısalır. Sürət azalanda zaman artır. Baxın, məsələn, adi harası tələsəndə daha sürətli olmağa çalışırsan ki, tez çatasan. Sürət nə qədər çox olsa zaman qısalır. Amma məsafədə isə artır. Yəni, əgər burada söhbət məsafədən, yoldan gedirsə, burada sürətini 2 dəfə artıranda yol da 2 dəfə artar. Yəni, zaman dəyişmirsə, əgər sürət dəyişirsə, sürət artırsa, yol da artar. Deməli, düzgün cavab 2 dəfə çox olar. Tutaq ki, məsələn, əvvəl sürəti 100-dür, sürətini 2 dəfə artırıb 200-dən gedib, burada 103-ə vuranda 300 km yol gedər, məsafə tapanda sürəti zamana vururuq. Burada isə 203-ə vuranda 600 km yol gedər. Deməli, əvvəlkindən 2 dəfə çox gedər. Yəni, məsələn, 4 dəfə artır desə, 4 dəfə artar götürərik. Əgər azalsa desəydi, 2 dəfə azalsa, 2 dəfə azalar götürərdik. Yəni, sürət nə qədər artsa, məsafədə bir o qədər artır. 39-cu sualda kör bucağı istəyir. Kör bucaq bildiyimiz kimi bu şəkildə olur. Kör bucaq, bura kör bucaq. Yəni, bu formada olanı götürəcəyik. İti bucaq isə bu formada olur. Deməli, iti bucaq isə bu formada olur. İndi gəlin baxaq. A variantı iti bucaqdır. Yəni, daha doğrusu bucaq ABC iti bucaq olduğu üçün biz ABC-ni götürmürük. D variantını çıxırıq. Bucaq NLL, bu da deməli bucaq burada MNL. MNL isə burada artıq kör bucaqdır. Yəni, fikir verin, MNL bucağı kör bucaqdır. Ona görə MNL olanı götürəcəyik. Düzgün cavab. İndi XYZ-də yoxlayaq. Bu isə gördüyümüz kimi iti bucaqdır. Ona görə XYZ olan cavabı çıxırıq. Yalnız MNL olur. B variantı doğru cavab sayılır. Və kör bucaq 90-dan böyük, 180-dən kiçik olur. İti bucaq 90-dan kiçik olur. Film saat 18:42-də başlayıb 90 dəqiqə sonra qutarır. Film qutaranda saat neçə idi? Burada əvvəlcə 90 bölək 60-a, 90 60-a böləndə 1 qalıq 30 edir. Yəni 1 saat 30 dəqiqə edir. İndi biz həmin 1 saat 30 dəqiqəni 18:42-nin üzərinə gələcəyik. Deməli, o da edir 42 ilə 30-u toplayanda 72, 60-dan yuxarı olduğu üçün 60-dan çıxırıq. Bura qalacaq 12 və bir yadda bura ötürəcək, o da eləyəcək 20. Beləliklə, düzgün cavab 20-12 olacaq, yəni B variantı. Keçirik növbəti 41-ci suala. Burada isə hesablayırıq onluq kəsirləri. Əvvəlcə 5.6 ilə 2.3-ü çıxacağıq, yerdə qalır 3.3. Onun da üzərinə 1.2 gələndə eləyəcək 4.5, 4.5, yəni D variantı. Gəldik 42-ci suala, tənlikdir yenə. Sual işarəsini x götürək, x vuraq 6 üstəgəl 9 bərabərdir 50. Yəni, buradan 6x əvvəlcə bərabər olacaq, 51-dən 9 çıxanda 42, 42-ni də 6-ya böləndə x-in qiyməti 7 olacaq. Yəni, B variantı düzgün cavabdır. Keçirik 43-cü suala, burada piroq verib bizə. Dairə şəklində piroq və bir dilim olmaqla bir neçə uşaq arasında bölüşürlər. Bir uşağa düşən dilimin uyğun bucağının ölçüsü 60 dərəcə olarsa, piroq neçə uşaq arasında bölüşdürülür. Biz bilirik ki, tam bucaq 360 dərəcədir. Neçə uşaq arasında bölüşdürülüb deyirsə, 360-ı 60-a bölərik, o da eləyər 6 uşaq arasında. Yəni, cavab C variantı doğrudur.
Keçirik 44-cü suala. Piktoqramada bir mağazada bir gündə olan satılan meyvələrin sayı verilibdir. Buna görə həmin mağazada satılan alma şirənin sayı ananasın sayına nə qədər çoxdur? Və burada da bir dənə hissə 6 dənə şirəyə bərabərdir. Onda bura üzərinə 6 yazsaq, almaların sayı 24 olar. Almanla ananası müqayisə edir də. Ananası da burada 6, bu isə birinin yarısına bərabərdir. Ona görə 3 yazarıq. 2, 6 və 3-ü toplayanda 15 eləyər. Yəni alma şirəsinin sayı 24, ananas isə 15-dir. Beləliklə alma ananasdan neçə vahid çoxdur? 9 vahid. Cavab D variantıdır. 45. Aşağıdakı kəsirlərdən hansı digərinə bərabər deyil? Bu kəsir hansıdır? A 0,3'dür. B'də 30 100-ə böləndə 0,3 düşür. C variantında 0,3 verib. Onda 3 verib. D'də də 3 10-a böləndə 0,3 edir. Deməli A fərqli olan 0,3'dür. 46-cı suala baxırıq. 46. Koordinat şəbəkəsində A nöqtəsindən başlayaraq yalnız sağa və sola hərəkət etmək olar. Hansı nöqtəyə getmək olmaz A-dan? A variantında B-yə getmək olur. Yəni bunu çıxırıq. A-dan C-yə, bəli, B-yə qalxıb sonra sağa doğru hərəkət edə bilirik. Ancaq yuxarı və sağa hərəkət edə bilərik. A-dan D-yə də sağa hərəkət etməklə getmək olur. Amma A-dan Y-yə getmək üçün gərək aşağı düşək. Biz də aşağı düşə bilmədiyimiz üçün cavab D variantı olacaq. 47-ci sual. İndi saat 13:15-dir. Saat deməli 14:40-a kimi saniyə göstərən əqrəb neçə dəfə dövr eləyər? Əvvəlcə 14:40-dan çıxacağıq 13:15-i. 14:40-dan da 13:15 çıxanda 1.25 qalır. 1.25-də elə bil 60 dəqiqə, 1 saat 25 dəqiqə deməkdir. 1 saatda 60 dəqiqədir və üzərinə gələrik 25 dəqiqəni. Ümumilikdə eləyər 85 dəqiqə. İndi 85 dəqiqə ərzində saniyə əqrəbi də elə bil hər dəqiqədə bir dəfə dövr eləyir də. Tam dövr eləməsi üçün 1 dəqiqə olmalıdır ki, bu, yəni elə bil gəlsin, tam dövr eləsin. 12-yə kimi tam dövr eləsin. Ona görə də tam dövr eləməsi üçün 60, yəni hər dəqiqədə bir dəfə dövr eləyir. Onda 85 dəqiqə ərzində də 85 dəfə dövr eləyər saniyə əqrəbi. Düzgün cavab olacaq C variantı. Gəldik növbəti 48-ə. Bir velosipedçi 3 saata 36 kilometr yol gedir. Əvvəlcə sürəti tapacağıq. Sürəti tapanda gedilən yolu zamana bölürük. Yəni 36-nı 3-ə böləcəyik. Velosipedçinin sürəti olacaq 12 kilometr saat. Ondan sonra isə velosipedçidən 6 dəfə böyük olan motosikletçinin sürətini istəyir. O zaman motosikletçinin sürətini tapanda 12-ni vuracağıq 6-ya, o da 72 kilometr saat eləyər. Və deyir motosikletçi 4 saata nə qədər yol gedər? 72-ni 4-ə vuranda 288 eləyər, yəni B variantı düzgün cavabdır. Gəldik növbəti 49-a baxırıq. 49. Cədvələ əsasən bir həftə ərzində geyim mağazasında satılan köynəklərin sayı verilmişdir. Bu məlumatı Samir xətti diaqramda, Aynur isə sütunlu diaqramada verib. Hansının məlumatı düzgün təsəvvür olunubdur? Deməli, Samiri bura yazıram xətti diaqram, sonra bura Aynur yazıram sütunlu. Yoxlayaq. Deməli, Samir bazar ertəsi 5 köynək satılıb, düz göstərib burada. Samiri burada yazıram, Samirin göstəricilərini. Samir çərşənbə axşamı 4 deyib, bəli, burada 4 dənə köynək var, doğru fikirdir. Samir çərşənbə günü 4 deyib, bəli, burada 4 köynək satılıb, düzdür. Samir cümə axşamı 7 deyib, bəli, bu da doğrudur. Samir cümə günü 5 köynək göstərib, amma burada isə 6 dənə köynək satılıb, deməli, Samir düz məlumat verməyib. Əslində orada deməli, diaqramada o cümə günü 6-nı kəsməli idi. Aynuru yoxlayırıq. Aynuru da bu tərəfdən yoxlayırıq, sağ tərəfdən. Deməli, Aynur bazar ertəsi 5, doğru fikirdir. Aynur çərşənbə axşamı 4, doğru fikirdir. Aynur çərşənbə 4, yenə doğru fikirdir. Aynur cümə axşamı 7, amma burada isə 6 köynək deyib, amma əslində 7 köynək satılıb, cümə axşamını səhv deyib. Beləliklə, Aynur da yalandan düz məlumat verməyib. Deməli, burada heç bir cavabı götürmüş olacağıq. 50-ci sual. Ələ aldığı kitabları hər birində deməli 5 rəfə hər birində bərabər sayda yığılır. Hər rəfdə 7 kitab olur. Əli neçə kitab almışdır? Məsələyə uyğun deməli tənliyi yazın. Deməli hər dəfə burada 5 dənə kitab alıbsa, o zaman deməli burada biz nə edəcəyik? Hər dəfə 5 kitab alıbsa, x-i bölərik. Ümumi kitabların sayını x götürərik və 5-ə bölüb hər həftə də 7 kitab varsa 7-yə bərabər eləyərik. X bölək 5 bərabərdir 7. O da A variantı düzgün cavab sayılır. Keçirik 51-ci suala. 947.371 ədədində 4 rəqəminin mərtəbə qiyməti hansıdır?
Mərtəbə qiymət deyəndə rəqəmi olduğu kimi götürürük və sağında nə qədər rəqəm varsa, həmin rəqəmlərin sayı qədər 0 yazırıq. Görürsünüz, 4 dənə rəqəm var. Ona görə 4 dənə 0 yazırıq, olur 40.000. D variantı doğrudur. Əgər mərtəbə vahidini istəsəydi, həmin 4-ü 1 kimi götürürük. Yəni də sağına 4 dənə 0 yazırıq, olur 10.000. Yəni də bir 4-ü vururuq 10.000-ə, eləyir 40.000, düzgün cavab sayılır. Sonra keçirik növbəti 52-ci suala baxırıq. Boş xanaya uyğun ədədi müəyyən edin. Deməli, 1 dəqiqəmiz bildiyimiz kimi 60 saniyəyə bərabərdir. O zaman 4-də 3 dəqiqə neçə saniyə olar? 4-də 3-ü vurarıq 60-a, yəni 60-ı 4-ə bölüb 3-ə vurarıq. O da 45 saniyə eləyər. Ədədin hissəsini tapanda ədədi kəsrin məxrəcinə bölüb sürətinə vururuq. 4-ə bölüb 3-ə vurarıq. 53-cü sual. Yenə də burada bucaqla bağlı məsələdir. Dairə 360 dərəcədir. ABC dairənin altta bir hissəsidirsə, onda ABC bucağını tapmaq üçün 60-ın altta bir hissəsini tapmalıyıq. 60-ın altta biri 10 dərəcə eləyir. Deməli, yox, daha doğrusu 360-ın altta bir hissəsini tapırıq. O da eləyir 60 dərəcə. Tam bucaq 360-dır. Beləliklə C variantı düzgün cavab sayılır. 54. 54-cü sualda A 175 qram, B 270 qram olarsa, kütlələri bərabər olan kisələrin birinin çəkisi nə qədər olar? A-dan deməli 3 dənədir. Ona görə deməli A-nı biz vurarıq 3-ə. 3 dənə A var da. 175-i vurarıq 3-ə. B-nin 2 dənə B var. 270-i vurarıq 2-yə. Və bunları toplayıb bu kisələrin sayını tapmaq üçün 3-ə böləcəyik. Çünki 3 dənə kisə var. 175-i 3-ə vuranda 525 eləyir. 270-i də 2-yə vuranda 540 eləyir. Yəni ümumilikdə o zaman çəkilər olacaq 1065 qram. Və 1065-i də burada 3-ə böləcəyik. Buranın çəkisini tapmaq üçün 1065-i də 3-ə böləndə eləyir 355 qram. Deməli, kisələrin birinin ağı 355-dir. Düzgün cavab olacaq D variantı 54-də. Keçirik, ondan sonra 55-ci suala baxırıq. 55. Deməli, anarın cəmi 36 maşını var. Dairə 36 oyuncaq dairəvi diaqram aşağı rənglərinə görə bütün maşınların hansı hissəsini təşkil etdiyi görülübdür. Deməli, bizə deyir ki, anarın hər rəngdə neçə maşını var. Əvvəlcə gəlin baxaq. Bozda deməli tapmaq üçün 36-nı 4-ə bölüb 1-ə vuracağıq. Ədədin hissəsinin tapılmasıdır. Boz deməli olacaq 9 dənə. Bura 9 yazıram. Ondan sonra sarını tapanda bizə sarını tapanda deməli bu dəfə 36-nı yenə 6-ya bölüb bu dəfə 1-ə vuracağam. O da eləyəcək 6. Sarıya yazıram 6. Ondan sonra göy rəngi tapanda bu dəfə 36-nı 4-ə bölüb 1-ə vuracağam. O da 9 eləyəcək. Və nəhayət deməli bu narıncı rəngdə hansıdır? Narıncı rəngdə deməli 3-də 1-dir. 36-nı 3-ə bölüb 1-ə vuraram 12 eləyər. İndi birinci sarıların sayını yazıb, sarı oldu 6. Sonra yazıb göyün sayı, göy oldu 9. Beləliklə B variantı doğru cavabdır. 9 boz və 12 narıncı var. 55-də düzgün cavab B variantıdır. Keçirik 56-cı suala. 27 il əvvəl Ayselin 56-cı suala. 27 il əvvəl Ayselin 14 yaşı var idi. 7 il sonra Ayselin neçə yaşı olacaq? 27 il əvvəl Ayselin deməli 14 yaşı var idisə, o zaman Ayselin indi neçə yaşı olar? Ayselin indi olacaq 27 il əvvəl 14 yaşı varsa, indiki yaşını tapanda 14-ün üstünə 27 gələri olar 41. Çünki indiki yaşı təbii ki, əvvəlkindən daha çox olar. 7 il sonra Ayselin neçə yaşı olacaq deyirsə, yenidən 41-in üstünə 7 gəlib, taparıq 48 yaşı olar. Beləliklə 56-da cavab 48-dir. Keçirik 57-yə. 57-də yüzlüklərə qədər yuvarsa 500 alınan ən böyük və ən kiçik ədədlərin cəmini tapın. Bunun üçün belə bir rahat düstur var. Əvvəlcə deyim, o düsturla da tapa bilərsiniz. 2 vuraq, n çıxaq 1. Yəni 500-ü 2-yə vurub 1 çıxa bilərsiniz. Çox rahat bir düsturdur. O da 999 eləyəcək. Və yaxud da ki, qayda üzrə də tapa bilərsiniz. 500 alınan ən böyük ədəd deyirsə, üzərində 49 gəlirsən, ən böyük olur 549. Ən kiçiyini tapanda isə 500-dən deməli çıxırsınız 50-ni, 500-dən də 50 çıxanda ən kiçiyi olur 450. Sonra da bu ədədləri toplayan, yəni ən böyükdə qeyd elədiyim kimi üzərinə 49 gəlirsiniz, ən kiçikdə isə 50 çıxırsınız. Ən böyük 549, ən kiçik 450 olur. Bu ədədləri də toplayanda 999 eləyir. Və yaxud da dediyim kimi 2-yə vurub 1 çıxmaqla rahatlıqla tapa bilərik. Digər tərəfdən baxın diqqətdən. Məsələn,
fərqi istəsəydi necə tapardıq? Verilən mərtəbədən 1 çıxardıq. Yəni fərqi istəsəydi 100-dən 1 çıxardıq. O da eləyərdi 99 fərqlərini istəsəydi. Bu üsulla rahat tapmaq olur. Gəldik 58-ci suala baxırıq. 58-də isə deyir ki, 318 ədədindən əvvəl gələn ilk 2 ardıcıl cüt ədədin cəmi 318-dən əvvəl gələn 314-dən 316-dır ilk gələnlər cüt ədədlər. Bunları da toplayanda eləyir 630. İndi deyir ki, ən böyük rəqəmli cüt ədəddən nə qədər azdır? Ən böyük rəqəmli cüt ədəd 998-dir. Yəni rəqəmləri müxtəlif demir. 998-dən də 630-u çıxarıq, fərqini istəyir. O da eləyər 368. Cavab 368-dir. 59. Deməli, uzunluğu verib bağçanın 12 metrdir, sahəsi isə 96 metrin kvadratdır. Biz bilirik ki, sahə tapanda uzunluğu n-ə vururuq. Yəni, əgər bizim uzunluğumuz 12-dirsə, n-i rahat tapa bilərik. 96-nı 12-yə bölərik, bu düzbucaqlı n-i 8 olar. İndi perimetrini istəyirsə, yan tərəflər 12, uzunluq 8-dir. Bunların hamısını toplamaqdan da tapmaq olar. Və yaxud da ki, 12-dən 8-i toplayıb, perimetrin düsturundan istifadə edib 2-yə vurmaqdan tapmaq olar. Yəni, düzgün cavab 40-dır. Və yaxud da ki, 2-12-dən 2-8-i toplayırsan, deməli, burada n oldu 8, uzunluğu olur 12. 12-dən də deməli 8 ədədini toplayırsınız. Yeni ərazinin perimetrini istəyir. Burada bir də deyir ki, üzr istəyirəm. Sonra deyir ki, tərəfləri 2 metr artırdılar. Əgər tərəfləri 2 metr artırdılarsa, deməli biz tapdıq ki, n-imiz 8-dir. İndi hərəsini 2 metr artıranda uzunluq olur nəticədə 14, n olur 10. İndi bizdə artırdı sözü də deyir də, hərəsini 2 artırırıq və perimetrini tapanda bu dəfə 14 ilə 10-u toplayıb 2-yə vururuq. O da 48 eləyir. Beləliklə düzgün cavab 48 olur. Yəni yan tərəflər 10, uzunluqlar 14 toplayanda 48 eləyir. Və gəldik 60-cı suala. Tənliyi həll edin. Əvvəlcə deməli sağ tərəfi sadələşdirsək, 80-i 2-yə vurub 120 çıxmalıyıq. Bu da eləyir x bölünsün 10 bərabərdir. 80-i 2-yə vuranda 160, 20 çıxanda 120 çıxanda 40 eləyir. Buradan da x-in qiymətini tapanda 40-ı 10-a vuranda o da eləyir 400. Beləliklə 400 cavabı düzgün cavab sayılır. Gəldik video izahının sonuna. İnşallah ki, izahın köməyi dəydi. Növbəti izahlarda görüşərik. Diqqətli üçün hər birinizə təşəkkür edirəm.